Salam, əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar yaxın əyləşin, çünki çoxlu sayda suallar gəlir ki, Məryəm xanım, necə etmək olar ki, bir dəfədən evdə kosmetoloqa getmədən mimik qırışlarımızı gözlə görüləcək dərəcədə açılsın, buradakı qırışlar açılsın, boynumuzda gözəlləşmə getsin, dərimiz ağarsın, ümumiyyətcə pigment ləkələrinə gözəl təsir eləsin, açılsın, qara nöqtələr getsin. Bəli, siz istəyəsiniz, sizin Məryəm bacınız deməsinmi? Bəs belə bir şey olarmı? Yaxın əyləşin əzizlərim, indi sizə göstərəcəm. Baxın, elə şey deyəcəm ki, kosmetoloqa getmədən qonşu hamı soruşacaq ki, nə eləmisən ki, üzünə belə gözəlləşmirsən. Yəni ilk dəfədən. Baxın mənim əzizlərim, gözəlləşmək, gözəlliyinizin üstünə gözəllik gəlməsi üçün evdə maskalar etmək üçün bahalı vasitələrə ehtiyac yoxdur. Desəniz, indi sizə niyə göstərirəm? İşlədənlər bilir. Yəni bu bahalı vasitələrdən mən də istifadə eləmişəm, almışam. Baxın, istifadə eləmişəm. Niyə sizə göstərirəm ki? Yəni biləsiniz ki, mənim əzizlərim, bunların xeyri yoxdur. Yəni bax, bunların xeyri yoxdur. Mən də almışam, vaxtilə yığmışam ki, istifadə edəcəm, amma bilmişəm ki, baxın, bilmişəm ki, ucuz, ən axırda gəlib ucuz bir vasitədə dayanmışam. Yenə də deyirəm, işlədənlər bilir, yəni hər cürəsi var, amma gəlmişəm, mənim sevdiyim, bilirsiniz, Bepanthen mənim ən sevdiyim bir şeydir, mazdır, yəni mən bunu sevirəm, bunu uşaqlar üçün istifadə edirlər və çox gözəldir, tərkibində elə şeylər var ki, dərinizə birə-bir gözəl təsir göstərir, məndə budur əzizlərim, amma siz ola bilər kəndlərdən, rayonlardan tapmaya bilərsiniz, çox yumuşaqdır bu, yəni üzü incitmir, dediyim kimi mənim üzüm artıq hazırdır, çünki duşdan çıxanda peelingimi eləyirəm, siz də bunu eləyin, istidə çox gözəl təsir eləyir peeling. Mənim əzizlərim, siz bunu tapa bilmədiyiniz üçün sizə bu diş şotkası əvəz edə bilər. Amma diş şotkasının bərki olmamalıdır. Çünki bərk şotkadan istifadə etsəniz, üzünüzü yaman günə qoymuş olarsınız. Biz indi ölü dərini təmizləyəcəyik, qara nöqtələrdən azad olacağıq, qırışlar gözlə görüləcək dərəcədə açılacaq mənim əzizlərim. İstər göz kənarında cavan da olsa olur qırışlar. Yəni mən Bepanthen uşaqlar üçündür, çox gözəldir. Tərkibində elə şeylər var ki, üzümüzə çox gözəl təsir edir. Yəni mən bu qədər bahalı şeylərin içində mən gəlib dayanmışam Bepanthen mazında. Mənim əzizlərim, siz də Bepanthen'dən istifadə edəcəksiniz. Yoxsa ki, bəlkə də sizin də özünüzün saçımı görürsünüz, arxaya eləmişəm, siz də yığın. Sizin üçün necə udobnudursa elə eləyin. Sizin üçün hansı uyğundursa, baxın, mən sizə bugün şotka ilə göstərəcəm. Amma düzgün masaj növləri var. Gözümüzün altına da hətta vururuq. Çünki ələlxüsus qırışları açmaq üçündür bu. Bir mənalı şəkildə harda qırışlarınız var, ora vurursunuz. İndi sizə öyrədəcəm, amma məcbursunuz ki, düzgün qaydada edəsiniz. Mənim əzizlərim, deməli, masaj da eləyəndə üzü aşağı etmirsiniz. Mən qrupumda xanımlara öyrətmişəm. Üzü yuxarı, qırışları da necə edəcəksiniz deyəcəm. Baxın, indi mən bilmirəm, kremdən görünür, görünmür. Mən botoks elətdirməmişəm, 53 yaşım var. Burada mənim üzü uzun qırışlarım var. Burada isə eninə qırışlarım var. Amma burada elə də çox yoxdur, amma yenə də var yaşıma görə. Necə edirik masajı? Baxın, mənim əzizlərim, baxın, bu qırışımı, baxın, əks istiqamətdə eləyirəm. Siz də əks istiqamətdə eləyirsiniz. Amma bu qırışları bu istiqamətdə eləyirəm. Çünki eninədir bu qırışlar. Baxın, qan devranı yaxşılaşır, əzizlərim, nədir, qırışların arasına gedir bu Bepanthen. Baxın, gözəl qızlarım. Görün, qırışlar necə açılacaq, birbaşa ora təsir eləyir. Və üzü bu tərəfə masajınızı eləyirsiniz, buradan üzü yuxarı edirsiniz. Baxın, mən ekrana baxa bilmirəm, ona görə ki, məcburam ki, burada baxmalıyam ki, sizə düzgün masaj növünü öyrədə biləm. Baxın, qan devranı o qədər yaxşılaşır, yavaşça qızarır, üzümüz azca bərkdən olmaz, boğazınızı, dekolte hissəniz yaddan çıxmasın, üzü yuxarı edirsiniz. Ay, o qədər gözəl birbaşa qırışlara təsir edir. Bepanthen etsəniz daha yaxşı olar. Aptekdə satılır Bepanthen, mənim əzizlərim, burnunuzun üstünü eləyirsiniz. Ümumiyyətcə, hər yerinizi, qırışları görün, necə edirsiniz. Baxın, özünüz də məhdər qalacaqsınız ki, Məryəm xanım, doğrudan da bu necə gözəliymiş. Bircə olsun ki, düzgün edin. Buradan bura aparmayın. Baxın, buradan bura gətirin, gözəllərim, buradan bura gətirin və buradan aparın, aşağıdan yuxarı aparın, mütləq. Buradan da belə, əzizlərim, görürsünüzmü? Və bunu bir neçə dəfə eləyirsiniz, cızmadan, bərk sürtmədən, ölü dərini aparaq deyərkən gözəl dərimizi də apararıq.
və bu üstündən də masajlarınızı edirsiniz. 20 dəqiqə saxlayırsınız, sonra artıq qalırsa salfetlə yığırsınız. Baxın, masajın növlərinə şotka ilə girdi, sonra üstündən də eləyirsiniz. Baxın, ay necə gözəl, baxın, gözlə görüləcək dərəcədə üzdə dəyişiklik olur. Artığını əlinizin üstünə, hətta əlinizin üstündə eləyə bilərsiniz. Bu arada mən sizə bunu öyrədənə qədər YouTube-da, Instagram-da, TikTok-da, Facebook-da baxırsınızsa tez takip atırsınız, podpisasiya olunursunuz, şərhlər yazırsınız, komentariyalar yazırsınız, bəyənmə işarəsini basırsınız mənim əzizlərim ki, belə faydalı videolardan sizin qarşınıza çox çıxsın. Baxın, masajın növünə baxın, baxın, şotka ilə də eləyəndə baxın, üzü yuxarı. Həqiqətən bilmirəm siz görə bilirsinizmi, yoxsa yox, üzdə bir tərabətləşmə getdi. Belə bir interesting parlaqlıq yarandı mənim əzizlərim. Baxın, nə olar, əlinizi götürməyin üstünüzdən. Yenə də deyirəm, sizin öz əlinizdədir. Bəlkə ucuz özünüzün öyrəndiyiniz bir maz var. Bilmirəm, Bepanthen deyəsən 10 manatadır Azərbaycanda. Bütün apteklərdə var. Uşaqlar üçün istifadə olunur deyə bunun tərkibində pis qatqılar yoxdur. Yəni mən bunlardan xoşum gəlir. Dekolte hissənizi də indi mən burada eləyə bilmədim. Əlləriniz yaddan çıxmır. Baxın, əllərinizin üstünü də şotka ilə, düzdür. Mən indi sizə göstərmək üçün şotka ilə elədim. Mənim üçün budur. Bu çox gözəl təsir göstərir. Çox gözəl, parıltılı olacaq üzünüz. Bax, silməyə bilərsiniz. Bax, Bepanthen üzünüzdə qalsın bütün gecəni. Mənim əzizlərim. Ya da istəyirsinizsə micellarla ilə silirsiniz üzünüzü. Özünüzün hansı kreminiz varsa yumuşaldıcı. Mən elə Bepantheni saxlayacağım üzümdə. Çünki peelinqlərini də etmişəm. Mənim əzizlərim, Məryəm xanımın başqa qızıl qaydalarını, bütün maskaları, ümumiyyətcə gözəlliyinizin üstünə gözəllik gəlməsini istəyirsinizsə, bağırsaqlarınızın təmiz olmasını istəyirsinizsə ki, özünüzün, öz canınızı, dəyərli canınızı, orqanizminizi mütəxəssisə əmanət etmək istəyirsinizsə, mənim qruplarım var. Bəylər üçün qruplarım ayrıdır, xanımlar üçün qruplarım ayrıdır. Və qrupumun ili 20 manatdır. Təsəvvür edə bilirsinizmi? Bircə dəfə 20 manat ödəyəcəksiniz qrupuma girəndə. Qəbizlikdən, qazdan, köpdən, qarın gürültüsündən canınız qutaracaq. Bütün gözəllik sirlərimi, qızıl qaydalarımı həmən sizə göndərəcəm əzizlərim. Amma hamısı bircə dəfə 20 manatın içindədir. Gözəllərim, yenə də məsləhət özünüzündür. Onsuz da mənim adım, belə deyim da, yaxşı mənada hər yerdə artıq məndən danışırlar. Buyura bilərsiniz, məsləhət bilirsinizsə, bəylər üçün dediyim kimi qrup ayrıdır, xanımlar üçün ayrıdır. Nömrəm Rusiyanın WhatsApp nömrəsidir. Bir də onu deyim ki, mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım əzizlərim. Çünki onlar dəhşət saçır. Nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə tələffüz edəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın əzizlərim. Heç bir əlavələr etməyin. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Siz bir bilsəniz ki, mənim hal-hazırda üzüm necə də gözəlləşib, necə də yumuşalıb, elə bir hisslər var ki, özünüz də hiss edəcəksiniz, gözəl xanımlar. Yəni ki, məsləhət bilirəm, bundan da istifadə edin, gözəllərim. Sağ olun, Allaha əmanət olun.